Salam, hər vaxtınız xeyir. Bu dərsdə biz inşallah DNS haqqında danışacağıq. DNS haqqında biz ümumi giriş etmişdik. DNS-in nə olduğunu, DNS-in harda istifadə olunduğunu və sair haqqında biz bundan öncəki dərslərdə detallı şəkildə danışmışdıq. İndi isə biraz daha çox Red Team aspektində, penetration testing aspektində də eyni şəkildə DNS-ə toxunacağıq və əlavə olaraq da DNS-i bir daha xatırlatma etmiş olacağıq. Ümumi olaraq keçək, başlayaq. DNS nədir? Bunu bir xatırladaq. DNS bildiyiniz üzrə domain name sistem sözlərinin birləşməsindən əmələ gələn bir anlayış idi. İnsanların başa düşdüyü domain adlarını, kompüterlərin başa düşdüyü IP ünvanlarını çevirən sistem idi. Biz demişdik ki, bu nə üçün istifadə olunurdu? DNS anlayışı ortaya çıxmasından öncə siz deyək hansısa bir web resursundan istifadə edirsiniz, bir web saytından istifadə edirsiniz. Bu zaman siz həmin web saytın belə deyim IP-sini, müvafiq IP-sini əzbərləməli idiniz və yaxud da harasa qeyd etməli idiniz və hər zaman bu resursu əlçatan olmaq üçün həmin IP ünvanını siz axtarışa verməli idiniz ki, həmin veb sayta çatasınız. Lakin DNS anlayışı ilə bərabər siz artıq IP ünvanlarını, yəni rəqəmləri yazmaq yerinə artıq birbaşa müvafiq adı, hansı ki google.com ola bilər, chronoset.com ola bilər. Bu kimi domenləri birbaşa brauzerimizdə yazaraq həmin resursa əl çata bilirsiniz. İnternetin ünvan dəftəri kimi fəaliyyət göstərərək istifadəçilərin veb saytlara və onlayn resurslara asanlıqla daxil olmasını təmin eləyirdi. DNS niyə vacib idi? IP ünvanlarını yadda saxlamağa ehtiyac qalmırdı. Bütün internet trafikinin əsasını təşkil edirdi. Keçən növbəti slayda ümumiyyətlə DNS necə işləyirdi? DNS-də biz bayaq da dediyimiz kimi girdiz hansısa bir brauzerə URL qismində siz müvafiq bir domen adını yazırsınız. Daha sonra bu sorğu DNS serverə gedirdi və daha sonra bu DNS server üzərində sizin qeyd etdiyiniz domen adı resolve olunurdu. Hansı ki, həmin belə deyim domen adı ilə müvafiq IP ünvanı bir-biri ilə cəlaşdırılırdı və daha sonra sizə bu IP ünvanı qayıdırdı və siz qoşulmaq istədiyiniz web resursa qoşulmuş olurdunuz. Hər dəfə bir sayta daxil olduqda bu proses millisaniyələr ərzində baş verir, istifadəçiyə görünmədən, amma internetin möhkəm özəyini təşkil edərək. Dediyimiz kimi, yəni bu proses o qədər sürətli baş verir ki, hansısa bir sıravi istifadəçi prosesin belə deyim baş vermə sürətini təbii ki, algılaya bilmir. Lakin biz hücumlar və s. eləyən zaman hansı ki biz müvafiq IP-lərə sorğular və s. göndərəcəyik. Bu zaman görəcəksiniz ki, orada proses necə baş verir, hansı sorğular istifadə olunur, mərhələlər necə irəliləyir. Bunun haqqında geniş şəkildə tanış olmuş olacaqsınız. Keçən növbəti slayda biz DNS kəşfiyyatı haqqında da biraz danışaq. Hansı ki, bu DNS reconnaissance və yaxud DNS enumeration proseslərində yenə özündə ehtiva eləyirdi. Kibertəhlükəsizlikdə DNS kəşfiyyatı bir sistemə hücumdan əvvəl hərtərəfli məlumat toplama prosesi idi. Söhbət burada nədən gedir? Biz demişdik ki, hansısa bir kibertəhlükəsizlik hücumu və yaxud belə deyək, red teamdir və yaxud penetration testingdir. Bunu icra eləyən zaman biz bacardığımız qədər hədəf sisteminin üzərində məlumat toplamalıydıq. Söhbət burada subdomenlərdən, açıq portlardan, ümumi olaraq məsələn deyək, hücum elədiyimiz infrastrukturda olan bütün cihazlar olsun, resurslar olsun, bunun haqqında biz daha öncəsində məlumat toplamalıydıq. Burada qeyd olunduğu üzrə hədəfin infrastrukturunu, aktiv domenlərini, alt domenlər, hansı ki subdomen burada nəzərdə tutulur və IP ünvanlarını anlamağa kömək eləyirdi. Pasiv kəşfiyyat var və aktiv kəşfiyyat var. Bu ümumiyyətlə hücumun özəyidir. Söhbət burada pasiv və aktiv reconnaissance-dan gedir. Burada söhbət nədən gedir? Deməli, pasiv kəşfiyyat zamanı biz açıq mənbələrdən məlumatları toplayırıq və yəni belə deyim, biz sistemlə birbaşa inteqrasiya halında olmuruq və sorğuları biz özümüz birbaşa həmin infrastruktura göndərmirik. Bu zaman sistemin kiminsə belə deyək, hədəf sistemin kiminsə bir sorğu göndərdiyini və s. öyrənmək üçün heç bir yol qalmır. Daha sonra aktiv kəşfiyyat prosesi mövcud idi. Aktiv kəşfiyyat zamanı biz birbaşa həmin resurslara bir sorğu yollayırdıq. Qarşı tərəfin sistemində də eyni şəkildə bizim sorğu göndərdiyimiz açıq şəkildə görünür. Aktiv kəşfiyyat zamanı hansı ki DNS serverlərinə birbaşa sorğular göndərir və alt domenlərdir, subdomenlərdir və buna oxşar digər qeydlər eyni şəkildə aşkar olunurdu. Enumeration hissəsi mövcuddur. Enumeration hissəsində bütün mövcud DNS qeydləri sistematik şəkildə siyahıya alınır. Daha sonra biz hücum zamanı bu siyahıda olan bütün DNS rekordlarına, DNS qeydlərinə yavaş-yavaş nüfuz etmə testləri yoxlayaraq hansı bir boşluğun olub-olmadığını müəyyən eləyirdik. Keçən növbəti slaydımıza burada ən çox istifadə olunan alətlərə eyni şəkildə göz gəzdirə bilərsiniz. MS ola bilər, Subfinder ola bilər, Pure DNS ola bilər. Biz bu toollar vasitəsilə alt domenləri tapmaq üçün həm pasiv, həm də aktiv rejimdə işləyən güclü kəşfiyyat alətlərini istifadə edə bilərik. Daha sonra DNS brute force vasitəsilə də biz yenə müvafiq qeydləri ortaya çıxarda bilərik. Hansı ki burada brute force prosesini ümumiyyətlə yəqin ki bilirsiniz ki, orada müvafiq word listlər olur. Hansı ki söz siyahıları olur. Biz söz siyahısında olan bütün sözlər vasitəsilə həmin belə deyim IP üzrə, həmin domen üzrə olan hansısa bir subdomenlər varmı və yaxud hansısa bir asetlər varmı? Bu asetləri biz test eləyərək bir-bir sorğular göndərərək test eləyirdik.
Əsas daha sonra DNS Recon toolumuz mövcud. Hansı ki biz bundan da eyni şəkildə geniş şəkildə istifadə edirik. DNS Recon nədir? Reconnaissance sözünün qısaltmasıdır ümumiyyətlə Recon sözü burada. Biz bu zaman belə deyim, hədəf sistemin üzərində olan bütün DNS qeydlərinə enumerasiya eləməyə çalışırıq. Belə deyim, hansı ki burada MXN mail server qeydləri ola bilər, name server qeydləri ola bilər, A yəni IP versiya 4 və 4 dənə A hansı ki burada IP versiya 6-nı ifadə eləyir. Bu qeydləri ortaya çıxarda bilərik. Eyni şəkildə SPF və TXT qeydlərini enumerasiya eləyə bilərik. Əlavə olaraq zona transferləri və wildcard həllərində eyni şəkildə yoxlaya bilərik. DNS enumerasiyasını biraz daha detallı şəkildə danışaq. Deməli, burada bir zona transferi vasitəsilə ola bilər. Hansı ki, DNS məlumatının kopyalanması və tam infrastruktur xəritəsini biz ortaya çıxardırıq. Hansı ki, bu da hücumçular üçün, yəni biz hücum eləyən zaman bizim üçün çox dəyərli olur. Və eyni şəkildə wildcard həlləri də eyni şəkildə mövcuddur. İstənilən avtomatik sorğusuna müvafiq cavab qaytarır və gizli xidmətləri tapmağa kömək eləyir. Burada nə üçün təhlükəlidir bu hissəyə toxunaq. Daha sonra isə biz burada nəyi nəzərdə tuturuq? Bu vizual üzərindən bunu detallı şəkildə izah eləyək. Hansı ki, burada zona transferləri düzgün konfigurasiya edilmədikdə bütün DNS infrastrukturunun xəritəsi hücumçuya, yəni bizə açıq şəkildə göstərmiş olur. Eyni şəkildə Wildcard Resolution vasitəsilə də aşkarlanması çətin olan gizli xidmətlərə yol açmış oluruq. Siz burada ümumi olaraq hansısa bir URL-in quruluşunu görə bilərsiniz. İlk olaraq HTTP, HTTPS burada istifadə olunan protokoldur. HTTP bildiyiniz kimi Hypertext Transfer protokol deməkdir. HTTPS isə bunun secure versiyasıdır. idi. Hansı ki burada da SSL sertifikatı vasitəsilə bərpa olunmuş, belə deyim, protokol idi. Bu bizim protokol hissəmizdir. Daha sonra www hissəsi gəlir. Bu bizim subdomainimizi ifadə etmək üçün istifadə olunurdu. Burada www hissəsi yerinə shop ola bilər və yaxud nə bilim, blog ola bilər. Buna bənzər digər eyni şəkildə subdomainlər ola bilər. Ondan sonra bizim root domainimiz gəlirdi. Məsələn, Google və yaxud Kronos Edu və buna bənzər digər root domainlər, yəni domainin əsas hissəsi gəlirdi. Ondan sonra bir sonluq TLD dediyimiz top level domainlər gəlirdi. Bu .com ola bilər, .org ola bilər, .net ola bilər. Bunun kimi TLD-lərdən istifadə oluna bilər. Ondan sonra slug hissəsi gəlirdi. Bu hissədə artıq belə deyim, bizim direktorlərimizə eyni şəkildə əl gəzdirmiş olurduq. Hansı ki, burada deyək, slash kateqoriya, burada kateqoriyanın adını görə bilərdiniz və ondan sonra isə permalink hissəsini görə bilərdiniz. Deyək, hansısa bir bloqdayıq. Biz blog.kronosedu.com slash, məsələn, biz burada kateqoriyanı security yaza bilərik, slash, ondan sonra isə bloqun müvafiq nömrəsi və permalinkini eyni şəkildə qeyd edə bilərik. Yəni, ümumi olaraq sizin hər yerdə görəcəyiniz domain strukturu, URL strukturu ümumi olaraq bu vizualda tamamilə detal şəkildə əhatə olunub. Burada əsas təhdidlər nədir və DNS-i biz necə pis məqsədlə, hansı ki biz pis məqsəd dediyimiz, yəni hücum zamanı necə istifadə edə bilərik? Luma Stealer və Castle Loader kimi iki tool var ki, hansı ki biz bunların vasitəsilə DNS infrastrukturundan istifadə edərək yayılan və məlumat oğurlayan zərərli proqramları işlədə bilərik. Əlavə olaraq zərərli domainlər mövcuddur. Qanuni təşkilatları təqlid edən domainlər. Məsələn, gördüyünüz kimi deyək, biz bunun haqqında inşallah detallı şəkildə phishing hücumları zamanı bir daha danışmış olacağıq. Ancaq deyək, windows.com bir domain var. Biz windows.com domainin yerinə onu təqlid edən müvafiq domainlər ala bilərik və sırf subdomainlərə də eyni şəkildə bu tətbiq oluna bilər. Deyək, siz Windows almaq yerində windows.com alırsınız və yaxud o hərfin yerinə başqa bir hərfdən istifadə edirsiniz. Bu qarşı tərəfi aldatmaq məqsədlə istifadə olunur və yaxud əlavə olaraq subdomainləri də eyni şəkildə biz istifadə eləyərək onun içində bir zərərli proqram işlədən domainimizi, veb saytımızı qaldıra bilərik. Bu bizim command and control prosesimizdə qarşı tərəfi hücum eləmək üçün detallı şəkildə yenə işimizə yarayırdı. Burada detallı şəkildə yenə bir izahat verilib. Zərərli DNS infrastrukturuna qoşulan IP ünvanlarının böyük miqyaslı hücumçuların genişliyini göstərir. Azərbaycan özünün belə müvafiq universitet resurslarında bəzi alt domainlər var ki, hansı ki, bu bədniyyətli şəxslər tərəfindən hücum edilərək pis məqsədlə istifadə olunur. Bunların içində zərərli proqram təminatları yazılıb və siz elə bilirsiniz ki, təhlükəsiz və real hansı ki, official bir resursu əl çatırsınız, ancaq onun içində xakerlər tərəfindən əldə edilmiş və dəyişdirilmiş məlumatlar ola bilər və siz burada daxil olan zaman artıq zərərli proqram təminatı sizin kompüterinizə yolmuş olur və sizin bütün məlumatlarınız eyni şəkildə oğurlana, şifrələnə və digər məqsədlərdən ötürü istifadə oluna bilər. Ümumi olaraq DNS nədir? DNS hücumçunun bir xəritəsidir. DNS kəşfiyyatı vasitəsilə hücumçulara hədəf şəbəkənin tam infrastrukturunu öyrənə bilirik. Hansı ki, burada açıq portlardır, alt domenlərdir, e-post serverlərdir və daha çox məlumata eyni şəkildə əlçatan ola bilərik. Müdafiənin ilk addımı bu xəritəni anlamaqdan ibarət. Biz daha sonra keçək DNS-in müdafiədə roluna. DNS kəşfiyyatı yalnız hücumçular üçün deyil, eyni şəkildə müdafiəçilər üçün də vacibdir. Belə deyim, onsuz da bizdə burada qeyd edilən hücum üçün istifadə olunan toollar və s. bizim daha sonraki mərhələdə təhlükəsizlik üçün, müdafiə üçün istifadə etdiyimiz anlayışlardır. Biz ilk olaraq test edirik,
Daha sonra hansısa bir boşluq varsa, bu boşluqları düzəldərək orqanizasiyanın təhlükəsizliyini daha çox təmin etmək məqsədlə istifadə edirdik. Lakin müdafiə qismində də yenə eyni şəkildə birbaşa hücum qismi olmadan da biz sistemin təhlükəsizliyinə müəyyən qədər əlimizə ala bilərik. Hansı ki, şəbəkə inzibatçıları DNS trafikini izləyərək şübhəli fəaliyyətləri erkən şəkildə aşkar eləyə bilər. Hansısa bir hücum varsa, hansısa bir belə deyim sorğu bizə yönlənibsə, biz bunu daha öncədən aşkar eləyə bilərik. Daha sonra zərərli domenlər DNS səviyyəsində bloklana bilər və proaktiv DNS monitorinqi ilə insidentlərə reaksiya müddətini azalda bilərik. DNS-i başa düşən müdafiəçi hücumçudan bir addım öndədir. Gələcək trendlər və müdafiə mexanizmləri haqqında da danışaq. DNS-sec DNS məlumatların autentikliyini biz demişdik ki, bu belə deyim autentifikasiya prosesini və bütövlüyünü kriptoqrafik imzalarla təmin edir. Bu da CI3 anlayışında bizə müəyyən qədər bir qoruma təqdim eləmiş olur və daha dərin DNS təhlili eləyə bilərik. Luma Stealer kimi təhdidləri aşkar etmək üçün domen qeydiyyatları və DNS sorğuları dərindən analiz eləyir. AI və DNS təhlükəsizliyi bildiyiniz üzrə AI hal-hazırda təhlükəsizlik aspektinə nisbətən daha çox daxil olmağa başlayıb. Bunun nəticəsi olaraq hücumlardır və yaxud müdafiə üçün lazım olan tullardır daha geniş və daha əhatəli şəkildə ortaya çıxmağa başlayıb. Süni intellekt anomaliyaları real vaxt rejimində aşkar eləyir və DNS təhdidləri avtomatik şəkildə bloklanmış olur. DNS-sec haqqında müəyyən qədər bir məlumat da eyni şəkildə burada qeyd olunub. DNS hesablarını rəqəmsal imzalarla təsdiqləyir və saxtalaşdırmadır, spoofingdir və yaxud zəhərlənmə, cache poisoningdir. Biz bu hücumların hər ikisi haqqında inşallah növbəti dərsdə danışacağıq. Hücumlarının qarşısını alır, DNS hesabının mənbəyini və tamlığını eyni şəkildə yoxlayır. DNS-sec məlumatların şifrələnməsi deyil, autentifikasiyası da DNS hesabının orijinal olduğunu sübut etmək məqsədilə istifadə olunur. Yəni DNS günün sonunda həm silahdır, həm də qalxandır. DNS internetin əsas komponenti olaraq qalır. Lakin həm hücumçular, həm də müdafiəçilər üçün mühüm bir səngərdir. DNS kəşfiyyatı və enumerasiya texnikalarını daha dərindən anlamaq rəqəmsal dünyada həqiqi təhlükəsizliyi təmin etməyin əvəzsiz şərtidir. Yəni ümumi olaraq biz DNS haqqında danışdıq. Biz belə deyim, bu dərsdə nəyə görə DNS haqqında danışdıq? Növbəti dərslərdə biz hücum eləyən zaman biz çalışırıq ki, müəyyən deyək, əsas domenin özündə hansısa bir boşluq olmasa belə, alt domenlərdə gözdən qaçmış hər hansı bir boşluğun olub-olmadığına biz eyni şəkildə göz gəzdiririk. Bunun vasitəsilə biz alt domenlərdə bir boşluq aşkarlayaraq əsas domenin, yəni root domenin üzərində bir hakimiyyət yarada bilərik. Ona görə DNS mövzusunu anlamaq, DNS mövzusunu dərindən bilmək bizim üçün hər zaman belə deyim çox işimizə yarayacaq bir mövzudur. Burada biz ümumi slayda nəyə əhatə elədik? DNS internetin özəyidir, lakin bu kritik infrastruktur eyni zamanda əsas kiberhücum vektoru olaraq da istifadə oluna bilər. Kəşfiyyat hər iki tərəf üçün vacibdir. Yəni biz dedik ki, biz hücum zamanı DNS enumerasiya eləyərək orada olan boşluqları aşkarlaya bilərik. Eyni şəkildə müdafiəçilər də bunu aktiv şəkildə istifadə eləyərək DNS boşluqlarına qarşı sistemləri müdafiə eləyə bilərlər və DNS üçün müdafiə mexanizmləri mövzularını da eyni şəkildə toxunduq. DNS-sec və yaxud dərin analiz və AI əsaslı sistemlər vasitəsilə DNS infrastrukturunu etibarlı şəkildə qoruya bilərik. Bu slaytda bu qədər, bu dərslik bu qədər. Növbəti dərslərdə biz yenə eyni şəkildə oxşar mövzular haqqında danışmağa davam edəcəyik. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik.